Kirayə evimi yaşanılabilir hala getirirəm part 1. Qonaq otağından başlayırıq. Hal-hazırda bu cür görünür. Bu divanlar dünyanın ən rahat divanlarıdır, amma 20-dən çox yaşlı və 3 pişiklə hay-hayları gedib vay-vayları qalır. Atmağa qətiyyən qıymıram, yenilətmək üçün isə bir dünya pul istədilər. Yəni ondansa yeni bir divan dəstə alaram. Amma hər bir halda rəngləri uymadığı üçün bu otaqdan çıxarmalıyam. Bu divanlarla nə eləyəcəyimizə isə daha sonra qərar verərik. O vaxtın divanları indiki divanlar kimi deyil, çox ağırdılar və mən evdə hal-hazırda təkəm, amma ağlıma bir şey qoymuşamsa onu eləməmişdə rahat ola bilmirəm. Artıq neçə ildir ki biz bu evdən köçməyə çalışırıq. Ona görə böyük ev əşyaları da almıram ki, köçmək daha rahat olsun. Amma necəsə köçməyimiz hər il gələn ilə qalır. Ona görə düşündüm ki, köçsək də, köçməsək də hər iki variant üçün uyğun bir şey eləyim. Bizim adətən qonağımız gəlmədiyi üçün bu otaq mənim video çəkmə otağımdır və burada stolu elə belə qoymuşam. Bizim ümumiyyətlə evdə stulumuz yoxdur. Bunu ora yerləşdirib, istəyirəm orada yanına stullar da qoyum ki, qonaq gəlmək istəsə gələ bilsin. Belə bir şey yaşanır. Onsuz da qonaq gəlmir deyə mən qonağa hazır bir ev eləməmişəm. Hazır bir evim olmadığı üçün də mən əlavə öz dostlarımı və s. qonaq çağıra bilmirəm. Stol ora gedir, ətrafında stullar olur. Bu divanı bura çəkirəm. Bir dənə şkafım var. İstəyirəm onu ölçüm. Əgər divanın ölçüsü nədirsə, divanın arxasına şkafı qoyum. Aha da şkafımız. Şkaf budur. Rənginə görə heç yerdə istifadə edə bilmirəm. Ortalıqda qalıb, dəstəkləri də itib batıb. Düşünürəm ki, boyayıb rəngini ağ, krem belə bir şeylər eləyib, dəstəklərini yeniləyib həmin divanın arxasına istifadə edə bilərəm. Nə fikirləşirsiniz siz? Bəzi paltarlar olur ki, şkafa qoyulmaq üçün çox çirklidir, amma yenidən yuyulmaq üçün təmizdir. Həmin paltarlar üçün əslində bunu almışdım. Yataq otağına qoyaram fikirləşirdim. Həmin paltarları da asarım, amma çəkilişlər üçün bu otaqda saxladım. Burada paltarları qoyuram və orta güzgüdə göstərirəm ki, hansını almışam və s. Belə. Amma indi yəqin ki, o buradan gedəcək. Ay, bunu mən aça bilmədim. Bilməm necəsə dolaşıb bir şəkildə çözməliyəm. Amma nəysə, bu yenilənəcəkdir və buradan bir dəfə asılmışdı. İndi bunu yenidən asmaq üçün böyük ehtimalla ki, buraları asacağam. Buradan da həm də çöl mənzərəmiz görünsün. Çöldə isə hovuzumuz var. O həmin deyirəm, bilmirəm, heç də bilmirəm. Siz mənə kömək eləyin. Evdən köçə bilməməyimizin əsas səbəblərindən biri elə hovuzdur. Hər yay hovuza girəndə deyirəm ki, yox, bu ev əladır, buradan köçməyək. Hər qış isə soyuqdan duranda deyirəm ki, yox, bu evdən mütləq köçməliyik. Güzgü burada qalacaq. Güzgü burada qalacaq çünki mən burada çəkiliş eləyirəm. Bunu da açamadım. Sən orada nə işin var? Kömək eləyin, qərar verim ki, nəyi necə eləsəm necə olar.